Akşamınız xeyir olsun əziz izləyicilərimiz. Hoş gördük hər birinizi. Uca olan Allahın adıyla sizlərə salamlayıram. Bugün 1 aprel 2026 ildir. Bugün bizim için değerli bir gündür. Çünkü günü gündən inkişaf eden alimler yurdu ve xeyriyyətçilər yurdu, eyni zamanda dahilər yurdu adlandırdığımız günü gündən inkişaf edip üdü gələcəyin qəsəbəsinə doğru inkişaf eden Ləmbəran kəndimizin değerli asakkarlarından olan güzel insan Abbasov Vahid Əminin, rəhmətli İsa babanın oğlunun bugün 61 yaşı tamam olur. Vahid Əmin 1965 ildə Ləmbəran kəndində böyük bir adlı sanlı nəsildə dünyaya göz açıb, Böyük Vətən müharibəsinin iştirakçısı Ləmbəran kəndimizin değerli asakkarlarından olan İsa babanın evində dünyaya göz açıb. Mən Vahid Əminin doğum günüyle əlaqədar Vahid Əminin şəxsi özünü, ailəsini və Vahid Əminin xeyriyyətçi olanları, Valih, İsa qardaşlarına, eləcə də Vahid Əminin digər xeyriyyətçi qardaşı, bizim kanalımızın maliyyə şöbəsinin sədri, değerli saqqal Zahid Əmini, Azəbə Zahid Əminin ailəsini, eyni zamanda Abbasovlar nəslini, kökünü, bütün qohumların hamısını təbrik edirəm. Vahid Əmi haqqında biz saatlarla nə qədər danışsaq da yenə də azdır. Belə ki, Vahid Əmi Ləmbəran kəndimizin hər iki qəbirstanlığın abadlığında, yollarımızın genişləndirmə aksiyasında, bizim kanalımızın özünün də inkişafına, mütəmadi Ləmbəran kəndində gedən bütün mövzularda olan abadlıq işlərinə həmişə dəstək verib, elimizin obamızdan yanındadır. Vahid Əmi hər Bakı şəhərindən Ləmbəran kəndinə gələndə eşitib ki, məsəl üçün biz kəndin hansısa bir istiqamətində abadlıq işi ilə məşğuluq, maşının sürüb gəlib bizim yanımıza, maşınla düşüb, bizdən görüşüb, bir ağsaqqal olaraq xeyir duasını verib, həm də maddi baxımdan dəstəyini verib, işdən maraqlanıb və əlavə də deyib ki, müəllim, qardaş oğlu, nə lazım olsa əminə zəng elədi, əmin yenə də sizin qulluğunuzdadır. Həmçinin xeyriyyəçi Vahid Əminin oğlanları, xeyriyyəçi Valih qardaşımız, İsa qardaşımız da kəndimizin abadlığına dəstək verirlər. Biz də bugün qərara gəldik ki, kanalımız adından və xeyriyyət cəmiyyətimiz adından və bütün Ləmbəran kənd sakinləri adından xeyriyyətçi Vahid Əmini doğum günü münasibəti ilə 61 yaşının tamamı və doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, ona ailəsi və evlatlarla bir yerdə sağlam, xoşbəxt və firavan yaşamasını uca olan Allah'tan arzu edirik. Allah sənə can sağlığı versin. Evlatlarınla, ailənlə həmişə Həzrət Muhammed Peyğəmbərin dediği kimi sağlam yaşa, xoşbəxt yaşa və firavan ol. Uca olan Allah'ın bu duası daim üzerinde olsun. Bizim değerli əmmimiz, güzel insan Vahid Əmi. Uca olan Allah'ın duası daim üzerinde olsun. Doğum günü münasibəti ilə sizi bir daha təbrik edirəm. Əziz dostlar, əziz izləyicilərimiz, kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın ki, dünyanın her yerinde olan milyardlarla insanlar biz Ləmbəran və Ləmbəranları görüb əhsən desinlər. Videomuzun da altında Vahid Əmini istəyən bütün insanlardan rica edirəm ki, təbrikləri videomuzun altında şərh yazılan hissəyə yaza bilər. Uca olan Allah'a emanet olun, növbət çəkilişlərdə görüşənə qədər. Axşamı xeyir, ay Vahid Əmi. Axşamı xeyir, baş seçməyəm, axşamı xeyir, nətərsiniz? Bir neçə cümlə danışdım sizin böyük nəsildən, addan sandan. Ləmbəran kəndində en büyük nəsillərdən birisisiniz. Abbasovlar sülaləsi. Allah canınızı sağ eləsin. Bugün sizin qardaşınız, bizim xeyriyyətçimiz Vahid Əminin doğum günüdür. Ailə uşaq adından, Ləmbəran cəmaatı adından təbrik edirəm. İstərdim ki, qardaşı kimi sizi bu aksiyaya qoşulasınız. Təbrikləri qoşulasınız. Buyurun, dinləyirik sizi. Allah canını sağ olasın. Allah bugün kardeşim Vahid'in ad günüydü. 61 yaşı tamam oldu. Allah ona ömür versin. Allah onu böyükten esir edemesin. Yeni yaşı mübarek olsun, şarj olsun. Allah kimler kardeşimin ad günü tebrik elədi. Her birinden Allah'tan can sağlığı diləyirəm. Sağ olsunlar, var olsunlar. Yaxşı ki varımızdır, kəslərimiz, başa düşən insanlarımız var. Sağ olsunlar, var olsunlar. Allah hər birinin köməyi olsun. Teşekkür ederim. Siz de Vahid Əmidə, kendimize çok büyük hizmetlerimiz var.
Çox böyük xidmətlər göstərmişsiniz. Bugün də xidmətlər davam edir. Allah Çok sağ olun. Allah can sağlığı versin. Müəllim, valla tanınmazdı. Siz özünüz bütün işinizi, gücünüzü attınız, geldiniz, kendi hayatınızı kendiniz için devam ediyorsunuz. Yani bəli də çoxlu tələbələr yetişdirdiniz. Yəni bütün işinizi, gücünüzü attınız. 10 ildir elə kənddə, 10 ildir, 15 ildir kəndimiz üçün əziyyət çəkirsiniz. Elə əlinizə kamera çəkirsiniz, işlandırırsınız. Allah canınızı sağ olasın, ömrünüzü uzun eləsin. Allah atanız dairədə rəhmət eləsin, yeri cənnət olsun. Cəməllərinizi xoşad olsun. Allah ona can sağlığı versin. Allah sana ailən üçün əksik eləməsin. Hal-hazırda bir dəqiqə mən onu yarıq edirəm, gördüm. Özün xəstəsən, onda sənə gedirsən, o yağırsın, suyun içində gedirsən, o nəmişlikdə oturursan, orada oturursan, çəmənliyin üstündə oturursan, çörək yersən, özünün hamısı, bunlar sadəlikdəndir. Bunu da bəzi insanlar elə bilirlər ki, ya sənin, ya mənim burada nəsə umacağımız var. Burada da yığılan pulda, göz qabağındadır. Çox danışırlar, mənim özümə də gəlib satır. Valla kim əgər o danışanlara deyirəm, qoy bilsinlər. Əgər ürəkləri istəyirsə, ürəklərində qaraltı qalıbsa, bu siyahını verək, bu yazsınlar, pozsunlar, dəqiq açıq yanımından gözəl açıq görmək nədir, nə demək? İşi də özləri aparsın. Görsünlər, həm yazsınlar, həm pozsunlar, həm də ki, həm də gəsinlər iş aparsınlar. Oradan bu boyda sən can yandırsan, oradan gəlib dəstək olmur. Ay ki, bunlar nə fikirləşirlər, yaxşı. Pul verib vurmuşsunuz, cəmiyyətə dəstək olmuşsunuz, heç olmaz gedin əlinizə dəyrə yava, gedin belə köməkləyin. Bunu deyirəmirlər valla. Bəyənlər sağ ol, bacım Əbəs Tural da dedi, orada Şirxan da danışdı, Allah köməklə olsun, orada kimlər danışdı, hamısının fikrinə mən razıyam, danışırlar. Hamının fikrinə qulaq asmaq lazımdır, burada cəmiyyətdir, yəni burada biz pis söz danışmırıq, hamımız fikir bölüyük, yəni fikirlərimizi bildiririk. Allah canlarını sağ düz elə, Asman dedi ki, bir neçə yoldaş var deyir ki, yuxarı kətdə gedib işləyirlər, mən niyə aşağı kətdəyəm, niyə gedim kömək edeyim? İndi Asmanın sözü olmaz, biz ayrı seçkili salmırıq, yəni mən yuxarı kətdən, sən aşağı kətdən, bu kəndimizdir. Heç kimi sənə nə yazılmır ki, sən aşağı kətdəsən, mən yuxarı kətdəyəm, hamımız nəmbəranlıyıq. Bunlar niyə gəlib kömək eləmirlər, niyə gəlib dəstək olmurlar? Fikirlər nədir? Bunu fikirlərin bildirsinlər ki, qardaş, biz buna görə eləməyik. Asman düz dedi, Asman deyir ki, yəni, deyirlər yuxarı kətdə iş gedir, biz nəyə görə gəlib kömək eləməliyik? İndi aşağı kətdə gedir işlər. O deyən qardaşlar niyə gəlib indi kömək eləmirlər? Niyə gəlib durmurlar baş keçməlim yanında? Sağ olun. Yaxşı dediniz. Əmi, bir daha Vahid əmini Ləmbəran cəmaət adından, kanalımız adından və Xeyriyyət Cəmiyyətimiz adından təbrik edirik. Allah Taala böyük vətən müharibəsinin iştirakçısı olmuş, rəhmətli İsa baba rəhmət eləsin və aranıza rəhmət eləsin ki, kəndimizə, vətənimizə, Ləmbəranımıza və Azərbaycanımıza fayda verən Vahid əmi kimi, sizin kimi, Zahid əmi kimi oğullar böyüdür. Allah sizlər də, evlatların da, bacılarınız da, doğmalarınız da var eləsin. Sağ ol, Allah rəhmət eləsin, başda şəhidlərimiz olmaqla. Allah sənin də canını sağ olsun, çəkirsən, işqandırırsan, çox sağ ol, hörmətli olasan. Bugün mənim qardaşım Vahidin 61 yaşı tamam oldu, yeni yaşı mübarək olsun, elə bugün mənim bacım qızım da ad günüydü, onu da ad günü təbrik edirəm, təbrik edirəm. Bacım qızım ad günüydü, o da aprel ayından. Kimlər aprel ayından ad günüydü, hamısı hər birini təbrik edirəm, hər birini uzun can sağlığı arzulayıram. Kardeşim de içinde olmağına. Amin. Bir daha Vahid əmini təbrik edirik. Hələlik. Çok sağ ol, var ol. Allah hər bir kəsin canını sağ olasın, ömrünü uzun eləsin. Ben de təbrik edirim kardeşim Vahidi. Ona uzun ömür, can sağlığı, həmişə xoş şadalar gəlsin, həmişə ailəsinin içində olsun. Allah canını sağ olasın, ömrünü uzun eləsin. Yeni yaşın kardeşim. Kardeşim var, yeni yaşın. Hadi olsun, çağrı olsun. Təbrik edirik. Sağ ol, Allah canını sağ olasın. Əziz izləyicilərimiz, mən özümə borc bildim ki, bir kanal rəhbəri olaraq Ləmbəran kəndimizin dəyərli ağsaqqallarından olan gözəl insan, dəyərli əmmimiz Xeyriyyətçi Abbasov Vahid İsa babanın oğlunun doğum gününü öz kanalımda ictimaiyyətə təqdim edim. Sizlərdən də rica edirəm, kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın. Eyni zamanda Vahid əminin doğum gününün aid olan video linkin altına daxil olun, ürək sözlərinizi yazın, təbrik eləyin. Uca olan Allah sizə yar olsun. Bir daha Vahid əmini təbrik edirik. Bərdə rayonu Ləmbəran kəndi.
1 aprel 2026-cı il. Təqdim etdik baxdığınız kanalın təsisçisi və direktoru Baxşiş müəllim Məmmədov. Uca olan Allaha əmanət olun. Minnətdaram sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV, Baxşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.